meydanı uduzmamaq üçün yeni bir siyasət ortaya atıblar. Bu siyasətin adı İbrahim sazişidir. Gəlirlər, çarəni bunda görürlər ki, İbrahim Peyğəmbərin o davamçılarının arasında sülh yaradaq. Sülh yaradaq və məsələni həll eləyək. Amma bu siyasətlərində düzdülər, sadiqdilər. Ərz elədim, sadiq olsalar gərək gəzinə Əhl-i Beyt yoluna. Çünki İbrahim Peyğəmbərin dinini hal-hazırda təmsil edən Əhl-i Beyt yoludur. İbrahim sazişi budur ki, İbrahim Aleyhisselam'ı tanıyanlar, onun yolun gedənlər bir araya yığılır, anlaşırlar, dostlaşırlar, deyirlər ki, biz qardaşıyıq, biz bir yolun adamlarıyıq, gəlin oturayıq, dava eləməyək, müharibə eləməyək. Amma yenə də görürsən ki, bu adına yeni hilə eləyirlər. Ta ki, düz olsunlar. Düz olsa, bəli, sülh yaranar, müharibələr qutarar. Düz olmaları nədir? İslamın peyğəmbərliyini, bir də Əhl-i Beytin vilayətini, haqqını qəbul etməkdir. Məsələ bundan həll olur. Yoxsa İbrahim sazişi də yenə də bir nəticə verməyəcək.